Salam hörmətli izləyicilərim. Bugün də sizə belə bir gözəl naxşı istəyirəm göstərim. Həm toxunuşu asandır. Bundan da nə istəsəz toxuya bilərsiniz. Jilet, jaket, svitrə, nə istəsə də papağa. Rezinka hissəsində bir tərs bir düz toxumuşam. Kimin ürəyi necə istəyir, hələ də toxuya bilər. İlməklər də fərq eləmir də, yəni 2-2 yığırıq, 2 də kənar ilmək qoyuruq. Bunun üçün indi mən milimə belə qısa formada yığacağım ilməklərimi. Bir neçə ilmək yığacağım milə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 ilmək yığdım milimin üstə. 16 ilmək bəs eləyir. Bu artığı da buradan kəsirəm. İndi mən burada rezinka toxuyan deyiləm. Bir sıra bura düz üzüdür. Bir sıra düz tərs toxuyacağım. Birinci ilməyini də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. Düz üzündən bütün ilməkləri hamısını tərs toxudum. Kənarı da tərs toxudum. İndi tərs üzdən də yenə hamısını tərs toxuyuram. Bu ilməkləri hamısını tərs toxuyuram ki, düz üzdən ilməklər düz olsun. İndi düz üzüdür. Düz üzdən kənar ilməni götürürəm. Buradan bu ilməni tərs toxuyuram birincini. Tərs toxudum. Bu sonraki ilməni toxumadan götürürəm. Yenə də bir ilmə tərs toxuyuram. İkinci ilməni toxumadan götürürəm. Bu sıranı axıra qədər bu formada toxuyuram. Götürdüm, toxumadım. Tərsi toxuyuram. Götürdüm, tərsi toxudum. Yəni götürdüm. Bu da kənar ilməkdir, onu da tərs toxudum. Formada. İndi arxa tərəfdən hamısını tərs toxuyuram. İlməklərin. Toxuduqlarımı da, toxumadıqlarımı da hamısını tərs toxuyuram. Kənarda yenə tərs toxudum. İndi düz üzdən hamısını düz toxuyuram. Kənarı götürürəm, toxumuram.
Bu qalan ilməkləri hamısını tərs toxuyuram, düz toxuyuram. Kənarda tərs toxudum. Tərs üzdən yenə hamısını tərs toxuyuram. Bir sıra tərs toxuyuram. İndi düz üzdən yenə eyni şeyi təkrar eləyirik. Çox asandır toxunması. Birinci ilməği götürdüm. Kənarda bir dənə tərs toxudum. Birini götürürəm, yenə birini tərs toxuyuram. Birini götürürəm, birini tərs toxuyuram. Axıra qədər bu formada toxuyuram. Yenə birini götürürəm, birini tərs toxuyuram. Başqa heç bir işlem olmur da burada. Götürdüm, tərs toxudum. Birini götürdüm, kənarı da tərs toxudum. Belə formada. Tərs üzdən də yenə hamısını tərs toxuyuram. Belə bu formada bir naxışa alınır. İndi yenə bir sıra düz üzdən düz toxuyuruq, bir sırada tərs üzdən tərs. Yenə eyni şeyi təkrar edirik. Formada belə bir naxışa alınır. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.